Hər vaxtınız xeyir olsun. Baxaq bugünkü 10-cu sinif suallarına. Baxaq görək burada deməli birinci sualda nə deyilir? Cədvəldə müasir bitki qruplarının, bitkilərin əsas qruplarının xüsusiyyətləri verilibdir. Verilən bitki qruplarından hansılarının əksər nümayəndələrinin hər iki qameti hərəkətsizdir? Hər iki qameti hərəkətsiz olanda biz deyirdik ki, deməli toxumlu bitkilər olardı, düzdürmü? Baxıram burada toxumlu bitkilərə, görüm toxumlu bitkilərdən hansı ola bilər? Toxumlu bitkilər N, bir də S-i görürəm və N-S düzgün cavabımız olar. Çünki qamet əmələ gəlmədə izogamiya, anizogamiya və oogamiya var idi. Biz deyirdik ki, izogamiyada hər ikisi qamçılıdır və hər ikisi hərəkətli ola bilər. Bu yosunlara aid idi. Daha sonra deyirdik ki, oogamiyada biri hərəkətli, biri hərəkətsiz olacaq. Bu da qıcılardır, mamırlardır və heyvanlara aid idi. Burada da qıcılar, mamırları görürük. Məsəl üçün el burada mamırlar olar. M-dəki əlavə köklər olduğuna görə qıcılar olar. Digəri N və S çılpaq toxumlular və örtülü toxumlular olar. Ona görə düzgün cavab A variantı olar. Daha sonra ikinci sualda deyilir ki, refleks qövsünün hansı rəqəmlə göstərilən hissəsi Pavlova görə analizatorun hissələrinin və Seçenova görə baş beyin refleksləri mərhələlərinin hər ikisinə aiddir. Biz bilirdik ki, Pavlov deyirdi ki, analizatorun 3 hissəsi var. Birinci reseptor sahə olan hissədir, ikinci hissi yoldur, üçüncü də mərkəzdir. Deməli, burada 1 Pavlova aid olacaq, bir də 3 mərkəz Pavlova aid olacaq. Seçenovda isə birinci deməli hissi, daha doğrusu birinci reseptor sahə olardı. Çünki qıcıq var idi. Ona görə 1 uyğun olardı bura hər ikisinə. Yəni Seçenova görə də 1 bura uyğun olar. Ona görə Seçenovu da işarələyirik. İkincidə deyirdi ki, ikinci hissəsində Pavlova görə deyirdi ki, bu hərəkətlər nəticəsində əmələ gələn tormozlanma və oyanma, yəni mərkəz. Ona görə 3 də aid olar. Və digərində isə 5 aid olardı növbəti də. Yəni ondan əmələ gələn hərəkətlər, davranışlar olardı. Ona görə hər ikisinə uyğun gələn 1 və 3 D variantı olar. Üçüncü sualda deyir ki, doğru olmayan ifadəni müəyyən edin. İnsanın gövdə skeleti. İnsanın gövdə skeleti körpücük sümüyü ilə birləşmə əmələ gətirir. Doğru olmayanı istəyir bizdən. Körpücük sümüyü ilə birləşmə əmələ gətirir, bəli. Hərəkətli birləşmə əmələ gətirir. Bəli, oynaq əmələ gətirir. Məsəl üçün birinci deməli boyun fəqərəsi oynaq əmələ gətirir. Sonra C variantında deyir ki, borulu sümüklə birləşmə əmələ gətirir. Gövdə skeleti borulu sümüklə birləşmə əmələ gətirmir. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir, bəli. Yastı sümüklə birləşmə əmələ gətirir, çanaq sümüyü ilə, bəli. Bir də ənsə sümüyü ilə də. Daha sonra baxaq. Dördüncüdə deyir ki, yaşıl quş mamırının hansı rəqəmlə göstərilən hissəsi həm ana, həm də ata bitkinin əlamətini daşıyır. Yaşıl quş mamırının hansı rəqəmlə göstərilən hissəsi. Biz bilirik ki, ziqotdan nə əmələ gəlirdi? Ayaqcıq və qutucuq. Şəkildə gördüyümüz 1 və 2 ayaqcıq və qutucuqdur. Ona görə hər ikisi həm atanın, həm də ananın əlamətini daşıyar. Daha sonra 5-cidə deyir ki, başlanğıc sayı 3 olan bakteriya 2 saat ərzində bölünməyə məruz qalmışdır. Başlanğıc sayı 3-dürsə əgər, 2 saat bölünməyə məruz qalıbsa, baxaq. 3-dən neçəsi əmələ gələr? 6-sı, 12-si, 24-ü və s. Görək nə istəyir? Birinci saatda bakteriyaların bölünməsi maksimum sürətlə. İkinci saatda isə minimum sürətlə davam etmişdir. Deməli, minimum sürətlə davam edibsə, onda bunu artırsaq 48, 96. Baxaq görək. Bura yazsaq 20 dəqiqə, bura yazsaq 20, 20. Bu 1 saat olar. Yəni, bu üçü 1 saat olacaq. Daha sonra isə minimum sürətlə davam etdiyinə görə 30 dəqiqədən bir bölünübdür. Bu ikisi də 1 saat olar. Sonda 96 əmələ gəlib. Sonuncu bölünmədə cəmi neçə fərd iştirak etmişdir deyə soruşur bizdən. Sonuncu bölünmədə 48 deməli fərd iştirak edibdir ki, 96-da nəsə əmələ gəlib. Ona görə düzgün cavabımız olar E variantı. Sonra bunu bir dənə bu hissəni bir dənə buradan pozum. Düzgün cavabımız olacaq B, E variantı 48. Sonra digər sualda bizə deyir ki, soxulcanın hərəkətində iştirak edən əzələlər A və B olaraq göstərilmişdir. Şəkilə əsasən doğru ifadəni müəyyən edin. Baxaq, burada A nədir? A həlqəvi əzələdir. B isə uzunlu əzələdir. Uzunlu. Deyir, A və B əzələləri eyni anda yığılır. A və B əzələləri eyni anda yığılmır. Biri yığılır, digəri boşalır. Daha sonra A uzunluğuna B həlqəvi əzələlərdir. A uzunluğuna B həlqəvi əzələlərdir.
Xeyr, A həlqəvi, B uzunlu əzələlərdir. A həlqəvi, B uzunlu əzələlərdir. Bəli, 3 düzdür. B əzələləri yığıldıqda bədən nazikləşir. B əzələləri yığıldıqda bədən nazikləşmir. Bədən bir qədər qalınlaşır. A əzələləri yığıldıqda bədən nazikləşir. Bəli, A əzələləri yığıldıqda bədən nazikləşir. Ona görə düzgün cavabımız 3, 5 olar. Sonra növbəti suala baxsaq, sapqurdların nümayəndələrinin törətdiyi xəstəlikdir. Exinokok sapqurdlara yox, yastı qurdlara aiddir. Teniarixoz yastı qurdlardır. Askaridos sapqurdlar, ankilostomos da sapqurdlar olar. 2, 4. Düzgün cavabımız A variantı olar. 8-ci sualda deyilir ki, 28 günlük aybaşı sikli zamanı aybaşıdan sonraki fazanın davam etmə müddəti A. Aybaşı fazasının davam etmə müddəti 4 gün normalda hesablayırdıq. Aybaşdan sonrakına da 10 gün hesablayırdıq. Ümumi 14 gün eləyirdi. İnsanda A çıxılsın B ifadəsinin maksimum qiyməti deyir 60-a bərabərdir. Normalda 10 çıxılsın 4 6-ya bərabərdir. Düzdürmü? Bir dənə yumurta hüceyrə əmələ gələndə bu fərq 6-ya bərabər olur. 60-a bərabər olanda neçə yumurta hüceyrə əmələ gələr? Buradan da cavabımızı alırıq 10. Bizdən nə istəyir? Deyir, bu müddət ərzində əmələ gələn yönəldici cisimciklərin sayını hesablayan. Bilirik ki, bir dənə yumurta əmələ gələndə 3 dənə yönəldici cisimcik əmələ gəlir. 10 dənə yumurta əmələ gələndə x buradan bərabərdir 30-a. Düzgün cavabımız E variantı olar. 9-cu sualda deyir ki, noxud bitkisinin bir çiçəyində olan bitişik erkəkçiklərin sayı 36-dır. Normada bir çiçəkdə 9 erkəkçik bitişik olur, biri sərbəst olur. 36-da nəsə birləşik olanda neçəsi əmələ gələr? X. X buradan olar 4. Deməli 4 çiçək var. Qayıqçıqların sayı deyir X-dır. Hər çiçəkdə bir dənə qayıqçıq olur. Burada da ümumi 4 olar. Yelkənlərin sayı da hər çiçəkdə bir dənə olduğuna görə 4 olar. X üstə gəl Y ifadəsinin qiymətini istəyir bizdən. Toplayanda 8 edir. 10-cu sualda deyir ki, yosun, mamır və göbələk üçün ortaq cəhətdir. Baxaq, hüceyrə divarına malik olmaq, bəli. Kök sisteminə malik olmaq, xeyr. Xlorofil pigmentinə malik olmaq, xeyr. Spor əmələ gətirmək. Bəli, yosunda zoosporlar olurdu, mamırda və göbələklərdə olurdu. Leykoplastlara malik olmaq. Leykoplastlara malik olmaq. Biz bilirik ki, deməli, iki membranlı orqanoid kimi leykoplastlar bitkilərdə olurdu, düzdürmü? Deməli, burada leykoplastlar düzgün cavabımız olmaz. Bunu da çıxırıq. Bitkilərdə olurdu iki membranlı orqanoidlər. Biz bunu göbələklər üçün götürə bilmərik. Ona görə 1, 4, E variantı düzgün cavab olar. 11-də deyir ki, A və B canlısının hər ikisində olur. A və B canlısı biri xərçəngdir, biri hörümçəkdir. Traxeyalar qəlsəmə olur da xərçəngdə aid olmaz. Kisə şəkilli ürək birinə aid olar, digərində boru şəkillidir. Qəlsəmədə birinə aid olar, yaşıl vəzi də birinə aid olar, düzünə inkişaf hər ikisinə aid olar. 12-ci sualda deyir ki, şəklə əsasən doğru ifadə deyil. Baxaq görək. Mineral duzların miqdarı B böyükdür A, böyükdür C kimi olur. Bizdən doğru deyili istəyir. Mineral duzların miqdarı, deməli B böyükdür A, böyükdür C kimi olar. Mineral duzların miqdarı B-də azalar. Çünki gəlib burada süzülür axı. Ona görə A-da çox olar, C-də çox olar, ən axırda B-də olar. Bu ifadə elə bilirəm ki, yanlışdır. Qoy baxaq digərlərinə. Sidik cövhərinin qatılığı C böyükdür A, böyükdür B kimi olur. Bəli, sidik cövhərinin qatılığı C-də böyükdür. Daha sonra A-da böyükdür. Daha sonra B-də zəiflədiyi üçün, yəni ən minimum B-də olacaq. C aşağı boş venaya açılır deyir. Daha doğrusu B. B aşağı boş venaya açılır. Bəli, bu düzdür. C-də son sidik olur, düzdür. A və B eritrositlərinin A və B-də eritrositlərin miqdarı eyni olur. Bəli, bu da düzdür. Daha sonra ilə burada yanlış cavab alırlar. Daha sonra gənələrin aid olduğu sinifin nümayəndələrində olmur deyir. Diri bala doğma var. Boru şəkilli ürək var. Bığıcıqlar. Bığıcıqlar olmur. Arteriya damarı olur. Düzün inkişaf, bəli, olur. Sonra 14-cü sualda deyir ki, hansı boşluğa 2 rəqəmini yazmaq olmaz? Ev itinin çiyin qurşağına 2 növ sümük aiddir. Xeyr, 2 növ sümük aid deyil. Bir növ sümüyə aiddir, körpücü, daha doğrusu kürək sümüyü. Xanı balığının onurğası 2 şöbədən ibarətdir. Bəli, timsahın ürək boşluğunda 2 növ qan olur, doğrudur. Göyərçinin ürək boşluğunda da 2 növ, ev itinin arteriyalarında da 2 növ qan dövr edir. Çovdar bitkisi 2 evli bitkidir, xeyr. 2 cinsli çiçəyə malikdir, bəli. Bir ləpəli bitkidir, bəli. Bir cinsli çiçəyə malikdir, xeyr. Bir evli bitkidir, bəli.
2, 3, 5 düzgün cavabımız D variantı olar. Şibyələrin tərkibində ola bilməz. Şibyənin tərkibində nə olurdu? Bakteriya, göbələk və yosun. Xromatofor bəli ola bilər. Xlorofil də ola bilər. Mitseli də olar, hiflər də olar, göbələklərə aid olduğuna görə. Xloroplastlar olmaz. Çünki ibtidai bitki olduğuna görə biz onda xloroplast yox, yəni yosunda xromatofor deyirdik. 17-ci suala baxaq. Gövdənin quruluş sxeminə əsasən ifadələrdən hansı doğrudur? 1. Özəkdir. Özəkdir. Özək hansı toxumadan ibarət idi? Əsas toxumadan. 2. Oduncaqdır. Oduncaq da bilirik ötürücü toxumadan ibarətdir. 3. Kambidir. 4. Floemadır. 5 isə qabıq. Baxaq görək bizə nə deyir? Yəni mantar. Mantar. Baxaq bizə nə deyir? Bizə deyir ki, 3 illik halqaları əmələ gətirir. Bəli, bu doğrudur. 3 illik halqaları əmələ gətirir. 5 floema qatıdır, xeyr. 2 üzvü maddələr buradakı borularla hərəkət edir. 2 də ksilemadır, üzvü maddə yox, qeyri-üzvü maddə hərəkət edir. 4 meristem toxumasından təşkil olunmuyub, əsas toxumadan təşkil olunub. Aha, daha doğrusu 4 deyir. Hə, mən 1 gördüm bunu. 4 floemada meristemdən yox, ötürücü borulardan təşkil olunar. Sonra E-də deyir ki, 1 mexaniki toxumadan təşkil olunub. 1 örtük toxumasından təşkil olunub, yəni mantardan təşkil olunub. Sonra 18-də deyir ki, hansı canlıların inkişafı dolayı yolla baş verir? Dolayı yolla baş verən bilirik ki, həşəratlardır, kəpənəklər olar, qurbağalar olar dolayı yolla gedən. Daha sonra çəyirtkədə dolayı inkişafdır. Dolayı inkişafın sadəcə natamam metamorfozu ilə gedir. Kərtənkələdir, itdir, quşlar bura aid deyil. 2, 3, 5 düzgün cavabımız A variantı olar. Xarici sekresiya məhsulu hüceyrə olan vəznin hormonudur. Xarici sekresiya məhsulu hüceyrə, spermatozoid və yumurta hüceyrə olar da qarışıq sekresiya vəzsi olar. Yumurtalıq və toxumluq. Adrenalin böyrək üstüdür, mədə altıdır. Somatotrop hipofizdir, progesteron bəli olar. Yumurta hüceyrə, daha doğrusu yumurtalıqdır. Trioksin də qalxana bənzərdir, ona görə olmaz. Bizə göl ilbizini verib, göl ilbizinin ayaq sayı 1 olur bilirik. Ürək kameralarının sayı 2 olur, lamisə çıxıntılarının sayı da 2 olur. 2 üstə gəl, 2 üstə gəl 1. Cavabımız B variantı olar. 21-də deyir ki, meyvə yanlığı 2 taycıqdan ibarətdir. Meyvə yanlığı 2 taycıqdan ibarətdir. Bilirik ki, bu paxlallardır. Soya olar, noxud olar və akasiya olar. 2, 4, 6 B variantı doğru cavab olar. 22-də deyir ki, hansı ifadə neştərçəyə aid deyil? Mayalanması xaricidir, bəli. Xüsusi hiss orqanı yoxdur, bəli. Bu da aiddir. Ürəyi yoxdur, düzdür. Qapalı qandamar sisteminə aiddir, düzdür. Sinir sistemi düyünlü yox, borulu sinir sistemidir. 23-də deyir ki, doğru ifadələri müəyyən edin. İnsanın döş qəfəsi 2 cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir. 2 cür sümük iliyi olan birləşmə əmələ gətirmir. Çünki döş qəfəsi nə ilə birləşmə əmələ gətirir? Körpücüklə birləşmə əmələ gətirir. 2 körpücüklə, 2 dənə də fəqərə ilə birləşmə əmələ gətirir. Cəmi 4 sümüklə birləşmə əmələ gətirir, bəli. Sərbəst ətrafların skeleti ilə birləşmə əmələ gətirir, sərbəst ətrafların yox. Qurşaq hissə ilə əmələ gətirir. Yastı sümüklə birləşmə əmələ gətirir, xeyr. Cüt sümüklə birləşmə əmələ gətirir, bəli. 2 dənə körpücük sümüyü cüt sümük sayılır. 24-cü sualda deyir ki, doğru ifadələri müəyyən edin. Erkək qıcının yarpaqlarının altında qametlər yox, sporlar əmələ gəlir. Mayalanması cinsi nəslin üzərində gedir, bəli. Sporları yarpağının altında əmələ gəlir, bəli. Sporangilərdə əmələ gəlir. Yetkin fərdi qeyri-cinsi nəsildir, doğrudur. Protalı heterotrof yox, avtotrofdur. Ona görə düzgün cavab 2, 3 və 4 olar. 25-ci sualda həm bitki, həm də bakteriya hüceyrəsində ola bilər. Həm bitki, həm bakteriyada nüvə hər ikisinə aid olmaz. Plazmatik membran hər ikisinə aid olar, hüceyrə divarı hər ikisinə aid olar, vakual bakteriyalara aid olmaz, plastit də bakteriyalara aid olmaz. Ona görə düzgün cavabımız 2-5, daha doğrusu 2-3. Sonra 26-cı sualda sağlam insanın 3 nüvəli qaraciyər hüceyrəsində cəmi neçə xromosom olur? Sağlam insanın 3 nüvəli qaraciyər hüceyrəsində 46-nı vurarıq 3-ə, eləyər 8, 138.
27-ci sualda deyir ki, çoxalma üsulu tumurcuqlanma yolu sporlarla və 2-yə bölünmə yolu ilə. Baxaq, A-da deyir ki, infizor tərlikdir. İnfizor tərlik bilirik ki, 2-yə bölünmə yolu ilədir. Mukor göbələyi sporlarladır. Şirin su hidrası tumurcuqlanma yolu ilədir. Adi əmöb 2-yə bölünmə yolu ilədir. Maya göbələyi də tumurcuqlanma yolu ilədir. Ona görə 1, C, Y, 2, B, 3, A, D olar. Daha sonra baxsaq, 28-ci suala baxaq, görək bizə nə deyir. Deyir ki, hamiləliyin 4-cü ayı müayinə olunan qadının bətnində 2 dölün olduğu müəyyən olundu. Bu döllər ayrı-ayrı ciftlərə malikdir. Ayrı-ayrı ciftlərə malikdirsə, deməli, müxtəlif yumurta əkizləridir. Döllərin inkişafı zamanı ananın hansı müvəqqəti daxili sekresiya bəzləri fəaliyyət göstərmişdir və fikrinizi əsaslandırın. Burada sarı cisim fəaliyyət göstərər. Bir də cift fəaliyyət göstərər. Çünki biz bilirik ki, hamiləliyin 2-ci ayın sonuna qədər sarı cisim hormon ifraz eləyir, ondan sonra cift əmələ gəlir. Amma cift 1 ay keçəndən sonra hormon ifraz eləməyə başlayır. Ona görə sarı cisim 3 ay hormon ifraz eləyər. 4-cü ayı olduğuna görə, burada bizə deyir ki, 4-cü ayıdır. Artıq cift hormon ifraz eləməyə başlayıb. Ona görə hər ikisi fəaliyyət göstərmiş olar. 29-da deyir ki, döllərin, burada yuxarıda bunu yazmalıyıq uşaqlar, 28-də yazmalıyıq ki, 3-cü ayın sonuna qədər, elə bil 3-cü ayın sonuna qədər sarı cisim fəaliyyət göstərir. 3-cü aydan, elə bil 4-cü aydan da belə deyək, 4-cü aydan etibarən cift hormon ifraz edir. Yəni burada çünki bizə deyir ki, fikrinizi əsaslandırın. 29-da döllərin eyni və ya müxtəlif yumurta əkizi olduğunu müəyyən edin. Əgər ayrı-ayrı ciftlərdirsə, ayrı-ayrı cift olduğuna görə müxtəlif yumurta əkizləridir. Bunu biraz naziyyə qoy mən. Çox qalın yazdım. Sonra nə deyir bizə? Bu döllərin əmələ gəlməsində iştirak edən qametlərin sayının ciftlərin sayına olan nisbəti neçədir? Deməli, qametlər bilirik ki, müxtəlif yumurta əkizləri 2 dənədirsə, deməli, birinin mayalanmasında 2 qamet iştirak eləyibsə, ikisində də 4 qamet iştirak eləyər. Ciftlərin sayını da bizə 2 dedi. Bunları da aparsaq, 2 bölünsün 1 nisbətində olar. Mənim deyəcəklərim bu qədər. Əlavə nəsə sualınız olsa, buyurub şərh bölməsində verə bilərsiniz. Sağ olun.